Allah insanı yaradıb, insanda müəyyən işlər görüb ki, göndərdiyi dini yaşamaq ona rahat olsun. Sanki Allah insanın içində toxum əkib. Baxın, insanı bənzətsək bir dənə münbit yerə, torpağa. Təsəvvür edin, bir dənə torpaqdır. O torpağın çox münbit bir torpaqdır və orada toxum əkilib, yağış da gəlir, əkinci də var. Yəni, o toxumun qulluğunda duran da var. Təsəvvür edin, indi burada məhsulun yetişməsi necə rahatdır. Su gəlir, yağış yağır. Bağban əkinci var, torpaq da münbit, toxum da əkilib. Məhsulun yetişməsi nə qədər rahat olacaq? O məhsulu yetişdirmək ümumiyyətlə nə qədər rahat olacaq? Çətinlik bir söz hardadır. O yerdə ki, torpaq münbit deyil və yaxud da su yoxdur və yaxud da məhsul var, əkinci yoxdur və yaxud da əkinci var, deyək ki, su da var, amma torpaq münbit deyil və yaxud da toxum əkilməyib. Təsəvvür elə, hər şey hazır olandan sonra burada əkincinin məhsulun yetişməsi üçün nə lazımdır? Yağış, əkinci, torpaq, toxum və torpağın münbitliyi. Hamısı var. İnsan bax belə bir varlıqdır. İnsan fitrəti münbitdir, toxum da əkilib, yağış da var. Quranda ayə var, biz göydən su nazil etdik. Təsəvvür edin, Quran bir yağışa bənzətsək, Quran ayələrini, o münbit torpağa yağır. Bax, belədir məsələ. İnsan həmin o toxumlarla əkilmiş münbit torpaq misalındadır ki, Quran gəlib, yağış yağır, əkinci də var. Yəni, peyğəmbərlər də var. Təsəvvür edin, indi burada o məhsulun yetişib, insanın mömin olması üçün, dindar yaşaması üçün, halal, təqvalı yaşaması üçün hər şey rahat oldu. Kim deyir ki, yox, təqvalı yaşamaq, mömin yaşamaq, dindar kimi yaşamaq çox çətindir. Çətin bilirsiniz, harada olardı? Çətin orada olardı ki, nə su olardı, nə torpaq münbit olardı, nə dən əkilərdi, nə əkinci olardı, nə bağban olardı. Onda çətin olardı. Düz yaşamaq, mömincəsinə yaşamaq. Amma bunların hamısı olduğu halda insanın ixtiyarı yoxdur desin ki, burada çətinlik var. Əslində, mən bir dənə söz deyim, burada heç Peyğəmbərin də işində çətinlik yoxdur. Çətinlik şeytanın işindədir. Çünki şeytan neynir? Şeytan o toxumun cücərməsinin qarşısını alır. Peyğəmbərlərin özləri ki, gələndə onlar gəlməyiblər ki, insanın daxilində toxum əksinlər. İnsanın daxilində toxumu əkən elə yaradılışın əvvəlində əkib. O da Allahdır. Tövhid toxumu, iman toxumu, təqva toxumu, hamısı orada var. Fəəlhəməhə fücurəhə və təqvahə. Allah təqvanın toxumunu əkib. Təmizliyin, saflığın, mənəviyyatın, eşqin, hamısının toxumu var orada. Yəni, insanlığın, insan bir insan kimi cücərsin, yetişsin deyə onun gözəl-gözəl toxumları insanın daxilində var. Peyğəmbər də gəlməyib ki, o toxumu əksin. Peyğəmbər gəlib ki, Allah tərəfindən əvvəldə əkilən toxumu cücərtsin, yetişdirsin. Yəni, Peyğəmbərin də işi asandır belə nəzəri cəhətdən məsələyə baxanda. Əslində, şeytanın işi çətindir. Çünki şeytan neynir? Yəsuddəkum ən zikrillah. Ki, şeytanın işi yolu bağlamaqdır. Allahın zikrindən yolu bağlasın. Və yaxud da innəmə yuridu şeytan ən yuqi'ə beynəkumul ədavə. Şeytan istəyir ki, sizin aranızda ədavət və düşmənçilik toxumu səpsin. Əslində, Allah o dostluq, mərhəmət, mehribançılıq toxumunu əkib insanın daxilində. İnsanın zatındadır o mərhəmət, mehribançılıq toxumu. Şeytan istəyir əlavə gəlsin insana, insanın ruhunda əksin həmin o ədavət toxumunu. Ona görə şeytan ki, əgər yolu bağlamaq istəyir, işin çətinliyi ona aiddir. Şeytan mani olur. Mani olmaq, elə bilirsiniz, asaddır. Mani olmaq çətindir.
Allah hər şeyi düzüb qoşub və hər şey öz axarı ilə getməlidir. Elə bil ki, suyun axarı var və suyu öz axarında buraxırsan. Səndən bir dənə su buraxmaqdır. Su axıb gedib öz yolunu tapacaq. Bu çox asandır. Çətin bilirsən nədir? O suyun yolunu bağlamaq. Suyun yolunu bu tərəfdən bağlasın, o tərəfdən axacaq. O tərəfdən bağlasın, bu tərəfdən axacaq. Yəni, mənim işim oldu çətin, şeytan deyir. Amma Allah deyir, mən işi çox asanlaşdırmışam. Siz dinin barəsində, Quranın barəsində bir dənə oturub diqqətlə fikirləşsəz, düşünəcəksiniz ki, bəli, Allah dini çox asan qərar verib. Peyğəmbərlərin, Quranın işi çox asandır. Çünki hər şey var, əkilib və sadəcə burada biraz xidmət lazımdır. Biraz istiqamət lazımdır ki, bəli, istiqaməti versən, özü istiqamət alıb gedəcək. Amma biz o qədər din çətindir deyib, həqiqətən də özümüzü də, dini də çətinləşdirmişik ki, şeytanın işi olub asandır, peyğəmbərlərin işi olub çətin. Təsəvvür eləyin, bir dənə iblis var, amma 124 min peyğəmbər var. Təsəvvür eləyin, Allah Quranda peyğəmbər üçün buyurur ki, o çox əzəmətli əxlaq sahibidir, amma iblisin hilələri üçün deyir ki, İnnə keydə şeytan kana zəifa, şeytanın hiləsi zəifdir. Peyğəmbər üçün buyurur, böyük əxlaq sahibidir, şeytan üçün buyurur, zəifdir hiləsi. Yəni, bunlar hamısı onu göstərir ki, Peyğəmbərin yolunu tutub getmək çox asandır və əgər bu yolu tutsan, Peyğəmbər üçün də iş çox rahatdır. Məsələn, Peyğəmbərin gəlib insanları yetişdirməsi əslində Peyğəmbərin işində heç bir çətinlik yaratmır. Bax, məsələ bu cürdür. Çünki insanın daxilində o ibadət toxumu da var. Peyğəmbər əleyhissalamın bir kəlamı var, Peyğəmbər barəsində buyurur. Buyurur, Peyğəmbər kənardan heç nə gətirməyib insan üçün. Sadəcə insanın içindəki o dəfinələri, xəzinələrin üstün açmağa gəlib. Allah bizi Peyğəmbər əhl-i beytindən, Quran və dindən dünya və axirət ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullah.